ürəyimdə nur yansın. Mən doğullar keşiyində dayansın, yolun haqdır, gözün toxdur millətim. Həqiqətə ölüm yoxdur millətim. Üzərindən qara yerlər əsməsin. Ana yurdum Azərbaycan illəri qapınızdan şadlıq ayaq kəsməsin. Xoşbəxt gəlsin yer ömrünləri, bir arzum var. Bir arzum var, heç olmasın bir qəmin, ana yurdum Azərbaycan torpağı bayram olsun, şadlıq olsun həmdəmi. Dalğalansın Azərbaycan bayrağı, dalğalansın Türk Turan bayrağı. Azərbaycanın işğalı xalq şairi Mirvarid Dilbazi. Əziz tədbir iştirakçıları, dəyərli ziyanlar, poeziya sevərlər, İmişli sakinləri, Differensial Təhsil Tədris Məktəbinin nəzdində fəaliyyət göstərən müəllimlər və bu mərkəzin direktoru Elşən müəllim, hər birimizi Mirvarid Dilbazi poeziya mənsəbinə ürəkdən salamlayıram və bugün çox şadam ki, mən İmişlidə elə bu mərkəzdəyəm. Məqsədimiz 26 Noyabr Azərbaycan Kəlağayısı günü münasibəti ilə keçirilən tədbirlər haqqında danışmaqdır. Kəlağayı günləri 2025 layihəsi çərçivəsində bir İmişlidəyik. Yanvar ayından biz bu tədbirə start vermişik. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Milli Başörtükləri və Geyimləri layihəsi çərçivəsində Respublikamızın 5 bölgəsində tədbir keçirdik və Prezident Administrasiyasının bizim məktuba, müsbət rəyinə əsasən 2-ci Kəlağayı Festivalı keçirdik. 2-ci Kəlağayı Festivalında da Hüseyin müəllim iştirak etdi, bizim çox sağ olsun. Və ilk Kəlağayı Festivalını da Kəlağayımızın UNESCO-ya daxil olmağı münasibəti ilə, 10 illiyin münasibəti ilə yenə Xətai rayonunda keçirdik. İlk Kəlağayı Festivalının davamı olan 2-ci Kəlağayı Festivalı və inşallah gələn ildə 3-cü, 4-cü yüzə qədər bu festival davam edəsin. Milli mənəvi dəyərlərimiz bəşəridir, əbədidir, unutmaq olmaz. Bu məqamda vətənimizin bütövlüyü, azadlığı, suverenliyi uğrunda qanundan canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəli sükutla qəbul edir. Rəhmət sizə ey şəhidlər, yurdumuzda şirin canına keçənlər. Dövlət filmini səsləndirilsin.
Allah rəhmət eləsin. Azərbaycan, möhtəşəmdir gör səsin, əysilməsin üstümüzdən nəfəsin, bu torpağa vətən deyən hər kəsin, şəkər-şəkər dillərindən öpürəm. Qarabağa həyat verdi bu haqqan, gəlib çatdı gözlərindən bu xoşam, bu torpağa igid doğan Erdoğan, şəhid analarının əllərindən öpürəm. Mənim əzizlərim, mən Mirvarid Dilbazi poeziya məhsulü olaraq 3-cü dəfədir diferensial təhsil tədris mərkəzinə tədbir keçirirəm. Birinci tədbirimiz Kəlağay haqqında idi, milli dəyərlərimiz haqqında. Çox sağ olsun Elşən müəllim, böyük fədəkarlıq göstərdi, şərait yaratdı. İkinci tədbirimiz Gülnarə Məmmədovanın Novruzlu Zəfər Ətirli Novruzum adlı tədbir idi və İmişli rayon icra hakimiyyəti iştirak etdi. Çox böyük izdiham var idi, çox sevindirici, qürur verici idi. Əlbəttə ki, təkan olaraq, dəstək olaraq Elşən müəllim rolu böyük idi və bu ildə biz bu Kəlağayımızın geniş təbliğatında mən İmişlidə olmasam çox narahat olardım. Hamınız mənim üçün olmasınız, əzizsiniz. Çünki burada mənim Gülnarə qızım var, Mirvarid Dilbazi poeziya məhsulü idarə heyətinin üzvü. Gülnarə xanımın bu yaxınlarda rəsm əsərləri Mircəlal Paşayevin ev muzeyində Kəlağaylı rəsmləri çox böyük sevgilərlə qarşılandı. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəsmini çox gözəl çəkibdir. Bildiyimiz kimi 2014-cü ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Kəlağayımız UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyasətine daxil olubdur. Beləliklə 26 noyabr Azərbaycan Kəlağayısı günüdür və biz məqsədimiz Azərbaycan Kəlağayısı gününü Kəlağay bayramı kimi bütün bölgələrdə, harada Azərbaycanlıların kompakt yaşadığı məkanlar var, hətta sərhədlərdən uzaq, orada keçirilməsini tərəfdarıyam. Və istəyirəm ki, bax, bu milli dəyərlərimiz olan baş örpəyi sandıqda qalmasın, öz dəyərini tapsın. Azərbaycan xanımlarının başında baş tacı olsun. Çünki mədəniyyətimizdir, tariximizdir. Bugündən bizi sabaha aparan ipək yoldur. Təsəvvür edin, incə qədər olduğu qədər də polad möhkəmliyi var. 2 əsr yaşı olan Kəlağaylarımız var burada. Ancaq bugün baxırsan elə bil ki, təravəti, gözəlliyi, naxışları hamısı özündədir. Elşən müəllimə ilk olaraq sonsuz təşəkkürüm bildirirəm. Bugün bizə burada gözəl şəraiti yaratdınız, bu tədbiri keçirməyə. İndi burada baxırsınız ki, bu məkanda 50-60 adam cəm olubdur. Ancaq bəlkə bizi milyonlarla insanlar izləyir. Ona görə ki, Prezident Administrasiyası səviyyəsində, Mədəniyyət Nazirliyi səviyyəsində, icra hakimiyyətləri səviyyəsində, regional mədəniyyət idarələri səviyyəsində tədbirlər keçirilir və onların sırasında Elşən müəllim də yer alıb. Bir vətənpərvərlik göstərir vətən oğlu kimi, maddiyyatından da keçir, mənəvi dəstəkdə olur, ürəyində təpər var. Çünki bu milli dəyərlərimizi təbliğ etmək mənə elə gəlir ki, hər bir vətən oğlunun, vətən qızının milli borcudur və o borcunu yerinə yetirənlərdən biri də bizim əzizimiz Elşən müəllimdir. Elşən müəllim çox var, çox sağ olun. Sizə o qədər mən minnətdaram ki, hətta elə bir axtarıram bu söz boğçanın ən gözəllərini sizə deyəm. Ona görə ki, sizin işiniz könül yolculuğudur. Yuxarıdan heç bir tapşırıq yox, heç bir dəstək yox. Hamısını özü əvəz edir. Var olasın Elşən müəllim, buyurun. Çox sağ olun Gülnur xanım, gözəl sözlərə görə. Biz diferensial təhsil tədris mərkəzi olaraq qarşımıza məqsədləri qoymuşuq. Bizim üçün intellekt səviyyəsi yüksək olan, ancaq milli, mənəvi dəyərli olmayan, bəşəri dəyərlərə hörmət edəməyən şəxs ən təhlükəli şəxsdir. Buna görə də biz şagirdlərə burada milli, mənəvi dəyərlər aşılamaqla, bəşəri dəyərlər aşılamaqla birlikdə onların çox şaxalı bir şəkildə verdiğimiz bilik və bacarıqları inşallah ümid edirəm ki, gələcəkdə bizim cəmiyyətimiz üçün böyük nəticələr olacaq. Çünki hər bir cəmiyyətin əsasında vətəndaş cəmiyyəti durur
vətəndaş cəmiyyəti də məhz vətəninə, elinə, obasına, milli dəyərlərinə sadiq olan insanlardan formalaşır. Güllü xanımda təşəkkür edirəm ki, həqiqətən bizim milli mənəvi dəyərlərimizi təbliğində, təşviqatında böyük əziyyətlər çəkir. Bu günləri bura gələn hər bir imişli sakini, hər bir vətəndaşımızı da təbrik edirəm. Həqiqətən bu böyük bir bayramdır və onlara da öz təşəkkürümü elan edirəm ki, əziyyət çəkib, gəlib burada iştirak edirsiniz. Və mən çox istəyərdim ki, yəni bu mənim arzumdur. Bu günləri biz məktəbli geyimi təbliğ edir uşaqlara və məktəbli geyiminə baxanda şəxsən mən yoruluram uşaqların geydiyi geyimə görə. Və bir-iki məktəbdə də, bir-iki yerdə təbliğ eləmişəm ki, yəni təşəbbüs kimi sunmuşam ki, mən istəyərəm ki, məktəblərimizin elə məktəbli geyimi, milli geyimlərimiz olsun. Həmi göz oxşayan olar, həmi zövq oxşayan olar, həmi bu günləri şagird əynində geydiyi geyimə dəyər verəndə özü dəyərli olur. Məsələn, bugün şagird əynində geydiyi geyimi məcburiyyətdən geyir, sevərək geyirmir. Ona görə də imkan axtarır ki, müəllimlərin əziyyət çəkdiyi məqamdır ki, məktəbli geyimi geyir. Yəni, məcburiyyət olmasa geyirmir. Ancaq milli geyimimizi geyəndə, məsələn, şənlik olur, toy olur, hansısa bir tədbir olur. O uşaqlar o milli geyimi geyəndə, onların çöhrəsindəki sevinci görəndə, onların əhval-ruhiyyəsində onu müsbət emosiyaları görəndə və adam fikirləşir ki, bu daim belə olsa nə olardı ki? Məsələn, özbəklər hara gedirlər, geçsinlər, öz papaqları başlarındadır. Və digər millətlər, məsələn, öz milli geyimi, məsələn, şotlandlar düyünlərdə yufqa ilə gəzirlər, ətək dediklər biz. Buna utanmırlar. Ancaq biz çox təsirlər olsun ki, bəzilərimiz öz milli dəyərlərimizə utanırıq. Onu başımıza ötürməyə özümüzə bir əskilik sayılır. Mənim çox xoşuma video gəldi Güllü xanım. Mən bu Qarabağ Universitetinin səhifəsini izləyirəm, sosial şəbəkədə qarşıma çıxdı. Qarabağ Universitetinin tələbələri Kəlağayı təbliğ edirlər. Və özü də Kəlağayı təbliğ edirlər. Məsələn, onu müasirləşdirir, avangard şəkildə. Həmi bir geyim mədəniyyəti gəlir, artıq bir Kəlağayının tək baş örtüyü kimi yox, bir bəzək aksesuarı kimi, milli kimlik kimi ortaya qoyulur. Çox xoşuma gəldi. Və inşallah bizim bu tədbirlərimizin nəticəsində inanıram ki, gələcəkdə bizim də cəmiyyətimizdə milli geyimli şəxslərin sayı artacaq və bu əhəmi alınacaq. Sağ olun, təşəkkür edirəm, sağ olun. Elşən mənim çox təşəkkür edirəm, çox sağ olun, var olun, minnətdaram. Mən indi sözü İmişli Rayon Ağsaqqallar Şurasının Murat müəllimə vermək istəyirəm. Murat müəllim danışsın, sonra keçid alın. Mən Azərbaycanın böyük dahiş aşığı Dədə Ələsgərin bir bəndi ilə başlamaq istəyirəm. Ucu tər cıqalı, siyah telləri. Deməli, və Vaqifin də Hayır ki yoxdur qoşmasındandır. İndi Kəlağayı, bu Kəlağayı bayaq da yoldaşlarla söhbət getdi. Yəni bunun etonomi harada gəlir? Müxtəlif versiyalar var. Amma Hüseyin müəllim bir söz işlətdi, o çox mənim özümün xoşuma gəldi ki, Kəlağayı gəlinlərin dayağı və eyni zamanda layağı. Yəni, gəlinə layaq, gəlinin ləyaqəti nədədir? Onun adında, həyasında. Kəlağayı da başı örtüləndə Əlişən müəllim də qeyd elədi. O qızın, o gözəlin ləyaqəti, abrın, həyasının simvoludur. Elə indi yadıma bir şey düşdü, çox üzr istəyirəm bu ifadəmə görə. Mənim qaynanım 104 yaşında rəhmətə gedib, Allah bütün gedənləri rəhmət eləsin. O 104 yaşında mən gedəndə Kəlağayıdan özünü yaşmaq bilirdi. 104 yaşı var. Amma yaşmaq bilirdi. O yaşmaq beynimdə özümdə fikirləşirdim ki, doğrudan nə qədər gözəl bir həya ismət simvoludur. Elşən müəllimin dediyi kimi Güllü xanım qeyd elədi. Bugün Kəlağayı təəssürlər ki, unudulsa da,
Amma haradasa belə deyək, gündəmə gəlir. Mən də arzu edərdim ki, bu Kəlağayı bizim qızlarımızın, gözəllərimizin abır, həya, ismət simvoluna çevrilsin. Və mən ikinci dəfədir Güllü xanımla burada görüşürəm. Sizə də Mirvarid Dilbazi, Allah rəhmət eləsin. Azərbaycanın ən böyük xalq şairlərindən biri, gözəl, demokrat şair. Və mən fəxr edirəm ki, bu günləri şəxsən 70-ci illərdə Mirvarid Dilbazi ilə haradasa 3-4 dəfə görüşmüşdür. Və bu mənim üçün qürur mənbəyidir ki, elə böyük bir şəxsiyyətlə, elə böyük bir anı ilə, elə böyük bir, hələ o vaxtı otaylı Azərbaycan, bütün Azərbaycan yanğısı ilə yanan Mirvarid Dilbazinin nəsihətlərini işləmişəm. Allah onların da ruhunu şad eləsin və gör, nə xoşbəxt ki, Güllü xanım məhz Mirvarid Dilbazi poeziya o məclisinin, birliyinin rəhbəridir. Bundan böyük mənim nəzərimdə xoşbəxtlik yoxdur. Ona hansı titul verilirsə verilsin, mənə elə gələr ki, xanım, ondan böyük ad yoxdur. Allah onu sizə qismət edeyim. Sizə də təşəkkür edirəm və oturanların da hamısına təşəkkür edirəm. Bir daha Kəlağayı bayramınız mübarək olsun. Çox sağ olun, təşəkkür edirəm. İndi isə sözü Rayon Ağsaqqallar Şurasının üzvü Hüseyin müəllimə verirəm. Hüseyin müəllim, xoş gördük sizi Mişirdə. Hər sizi görəndə sevinirəm, nəyə görə sevinirəm ki, siz də Azərbaycan kişilərinin o milli papağını, o əsr papağını təbliğ edirsiniz. Artıq kişilər də uzaqlaşır. Bu papaqdan biz 3 dəfə Kəlağayı haqqında qram müsabiqəsinin qalibi olduq. Onun elərimizin ruhunu sevindirdi ki, Kəlağayımız özümüzə qayıdır. Və düşündük ki, o babalarımızın ruhu bizdən inciyər və papaqlarımızı təbliğ etdik. Papaq haqqında xeyli kitablar yazıldı. Babamın papağı Nənəmin Kəlağayısı kitabları ərsəyə gətirdik, layihəmizi icra etdik. Və mən istərdim ki, Azərbaycan kişilər də papaqdan istifadə etsinlər. Ona görə ki, papaqla Kəlağayı sevgilidir. Onları ayırmaq olmaz, qoşa təbliğ etmək lazımdır. Buyurun. Güllü xanım, bunu siz danışmaq istəyirəm. Güllü xanım, bu bir şey sizin nəzərinizdə və oturanların nəzərinə çatdırın ki, elə şeylər var ki, elə şərtlər var ki, o sözlə tərənnüm eləmək mümkün deyil. Sizin qurduğunuz bu indiki şərait, vəziyyət özü Kəlağayı haqqında, Azərbaycan xalqının ən vacib əməlləri haqqında özü dil olub, dil açıb danışır. Mən artıq danışa bilməyəcəm ona görə ki, elə qurdusunuz ki, mən dediyimdən 10 dəfə artıq uzadı, dil açıb danışır. Sizin qurduğunuz şərait, qurduğunuz sözlərlər, o Kəlağayının təbliğatı bir Allah bilir ki, Allah da sizi o dünyada da xoşbəxt edəcək ki, Azərbaycan xalqının namusunu, qeyrətini, ən vacib əmənəsini davam etdirirsiniz. Sağ olun. Hüseyin müəllim, mən sizə təşəkkür edirəm. Deməli, Mədəd Məhbub yazır ki, bu millətin papağıdır Qarabağ, bu millətin torpağıdır Qarabağ, bu millətin torpağını qaytarır, bu millətin papağıdır Qarabağ, bu millətin papağını qaytarır. Görün, nə qədər dərin bir fikir Azərbaycan kişilərinin, Türk kişilərinin başında həmişə papaq olur. O papağı Qarabağa bərabər tutur. Və Azərbaycan oğulları düşməndən, bu mənfur düşməndən torpaqlarımızı azad etdi və Azərbaycan kişilərinin o milli papağa başlarına yaraşdırmaq, qoymağın vaxtı çatıbdır mənim əzizlərim. Zərxan Yaqubsa yazır ki, mən papaq deyəndə ata yurduna sonsuz sədaqəti salıram ya da ana bacılara ər vəfasını, namusu qeyrəti salıram ya da necə sevinərdik qoca görəndə papağa hörməti salıram ya da oynamır qamçısı, kişinəmir atı, gözümə az dəyir qara papaqlar. Azərbaycan kişiləri, Azərbaycan oğlanları, Azərbaycan aslanları, papağımızdan uzaqlaşmayan o milli papaqda o qədər dəyər var ki,
daha əzəmətli göstərir bizim Azərbaycan kişilərini. Bu arada mən sözü Mədəniyyət İdarəsinin Mişli rayon Mədəniyyət İdarəsinin direktoru Sərvər müəllimə vermək istəyirəm. Buyurun Sərvər müəllim. Çox sağ olun, çox bilirsiniz. Mən də Milmuğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev adına, Milmuğan Regional Mədəniyyət İdarəsinin İştirai üzrə nümayəndəsi Nazım Əzimov adına bugünkü ikinci Kəlağay Festival münasibətilə hər birinizi təbrik edirəm və bu tədbirləriniz inşallah davamlı olsun. Biz bir dəfə də sizə tədbirinizlə iştirak eləmişik. Çox möhtəşəm bir tədbir olub. İnşallah İnanıram ki, 2026-cı ildə Novruz bayramında yenə də məni o tədbirə dəvət edirsiniz. Orada değişmələriniz olur. Bir daha təbrik edirəm. Çox sağ olun. Sərvər müəllim. Meydandan belə getmək olmaz. Gəlin bir buraya gəlir. Novruzu niyə gözlədik ki, Novruzu? Seyrinə dalmışam bu gözəlliyi, açdığım bir qanat qol nə gözəlliyi. Qəlbim bu aləmin hər bucağında, ateşə dönmüşəm gör ocağında. Havalı köllümün bu şən çağında, dillənən sazında tel nə gözəlliyi. Mərifət var oğlunda qızında, sədaqət var çörəyində duzunda, ləyaqət var insanların üzündə, güllü mehman olan, ay Sərvər müəllim. Bu el, bu imişli, bu mahal, nə gözəl. Gördüm səndən dönən deyil, gəlmir xoşuma gəlməz. Mən sevirəm, qədrimi bil, nadan düşuna gəlməz. İncit necə istər könlüm, əzabıma baxıb sevim. Ölsəm, ağla, qoy göz yaşam. Getmək istəyirsən, bəhanəsiz get. Oyatma mürgülü xatirələri. Səsin həmin səsli baxışına gey. Gedirsən səsin də yapılsınlar. Sən dəniz qoynuna tullanmış çiçək, üstünə dağdalar atılacaqdır. Saxta məhəbbətin, saxta sənət tək. Nə vaxtsa üstündə tutulacaq. Demirəm uca bir dağsan əyir, demirəm qalıbdır əlacım sənə. Nə səndə məhəbbət qara pul deyil, nə mən dilənçim sənə. Döşənib yollar təv ayaqlarına sənə yalvarım. Bu mümkün deyil, qoymaram qəlbim tək vüqarımsına. Alçalıb yaşamaq ömür gün deyil. Demirəm uca bir dağsan əyir, demirəm qalıbdır əlacım sənə. Nə səndə məhəbbət qara pul deyil, nə mən dilənçiyəm aracım sənə. Getmək istəyirsən, o yol, o da sən. Bir cüt göz baxacaq, arxamca səni. Getdim mi, nə vaxtsa dönmək istəsən, tikanlı məxtələ dönəcək. Saçına bir şəlalə tək axmasın, baxışlarım şimşək olub çaxmasın. Odun məni yandırmasın, yaxmasın. Onda səni unudaram sevgi. Gözünə bir tuş olmasın gözümə, kipriyinlə gəl ox atma gözümə. Nifrət eylə varlığıma, özümə. Onda sizi ayırdım, unudaram sevgi. Çox sağ olun. Axça da gözəldir, bağ da gözəldir. Şamama bəsləsən, tağ da gözəldir. Sevginin min dərdi, min bəlası var. Eşqin dağladığı dağ da gözəldir. Bir sevdanın qolu olasan, eşqinin qanadı qolu olasan, belə zamanlarda ağıl nə lazım? Sevginin yolunda dəli olasan. Göz yaşını axıtmağa dəyərmi? Sonunda bir güləcək yoxdursa. Hər görüşə sevgi demə əzizim. Əgər onun gələcəyi yoxdursa. Sevgi yoxsa ürək quru qəfəsdir. Körümüdə nə qəfəsdir, nə qəsdir. Min yol geri çağırsan nə əbəsdir. Əgər geri dönəcək yoxsa.
Oda salsan buz bağlayıb donacaq. Tərdən uçdu, yad bulağa qonacaq. Könül versə, nə qiymət alacaq? Könül qədri biləcəyiz. Demə mənə nələr gəlir ağlıma, vay olma ki, qara səndən alma. Ürəksizlər, ürək edib ağlama. Bir gün sənsiz öləcəyiz. Bu değişmene galip sizsiniz. Ben memnunum. Sağ olun. Sen de benim galipsin. Teşekkür ederim. Deməli, siz alın. Bu kimdə telefon var, səssizdən onu xahiş edirəm. Ne olur? Pişirimizi yayındırır. Ve burada hamımız özümüzünki itiraz adam yoktu. Kimse bize qonaq gelmişti. Yoldaşıma dedi ki, halaldır sənə, sən xanımı yaxşı saxmışsın. Xanımı cavan qalın. Zalım oğlu, özün qocaqmısan sən. Dedim, saxlamış ardaydı, gör o mənə tərs saxlayıb. Tam mən də dura bilmədim axı. Dedim, ay meyman, sən Allah. İnsan ilk öncə özünü saxlayır da, yəni mən ona özündən əziz deyiləm ki. Dedim ki, bunların hamısı boş şeylərdir, sən məni saxlamışsın, məni başına döndüyüm bu söz cavan saxlayıb. Elə sağlasan özünü cavan saxlayıb. İndi bu poeziya sevən gəlm həmişə cavan qalır. Vacibdir ki, şeiri əzbərləyəsin, səndən məlki bir gözəl söyləyəsiniz. Yəni onu oxumaqda insana zövq verir. Heç əzbərləməyin. Şeir kitabını o yazanlara yazdığınız gəlsin. Oxuyun, görün onun içində şairin nə düşüncələr var, nə xəyallar var. Özünüzü orada tapsanız çox gözəl olur. Ona görə də poeziyamızdan uzaqlaşmayaq. Biz Azərbaycan xalqıyıq, bizim Aşıq Ələsgərimiz, Abbas Tufarqanlımız, Aşıq Ağamız, Mirvarid Dilbazimiz, Nigar Rəfibəyimiz, Əzizə Cəfərzadəmiz olmuşdur. Biz onların davamçılarıyıq. Yəni hərəmiz heç olmasa bir ən azından 5 şeir bilməsə, mikrofonu uzadanda onu deyə bilmiriksə, millət olaraq biz məhvə doğru gedərik. Ona görə bu vacibdir mənim əzizlər. Analar, nənələr, öyrədin ki, bu uşaqlar şeirə meyilli olsunlar. Nitqləri zənginləşir, mütaliələri geniş olsa daha gözəl olur və onların müvafiqliyinə çox gözəl şərait yaradar. Bu məqamda mən sözüm rəssam Gülnara Məmmədovaya vermək istəyirəm. Mirvarid Dilbazi Poeziya Məsi İdarə Heyətinin üzvüdür. Zərifxan Yaqub yazır ki, həyat gözəldirsə dünya şirindir, çiçəkdə həmişə təravət olur. Günəşdən o dalır gülüşlərimiz, sevib sevilirik, məhəbbət olur. Olsa da dünyanın yüz gözəlliyi, gözəldir hər şeyin öz gözəlliyi, ötəri bir histiriz gözəlliyi, könül gözəlliyi, qiyamət olur. Gülnara xanım, mənim könlümün seçdiyi Azərbaycan xanımıdır. Vətənpərvərlik mövzusunda o çəkdiyi rəsmlər şəhid analarının ürəklərinə su səpir. Şəhid anaları o qədər sevir ki, Gülnara xanımı, imişini fəxr etməlidir ki, imişli torpağından bəhrələnən, boy atan bir qızı Azərbaycanın hər yerində tanıyırlar. İnanın, mən Mircəlal Paşayevin ev muzeyində o QHT rəhbərlərinin, orada rəhbərlərin iştirakının bu qızın milli ruhuna heyran qaldır, Gülnara gələ bilməmişdi ora. Elə onun əvəzinə mən danışırdım ki, bu budur. Gülnara adi rəsm çəkmir, Gülnara yaradır, kompozisiyaları yaradır. Yəni bunların hamısına baxanda bunun daxili dünyasına məhtəl qalırsan ki, bu qızın qədrini Sərvər müəllim hər birimiz bilməliyik və buna yollar açmalıyıq. Bu nəyin ki, bu imişlidə, Respublikamızın hər bölgəsində mən bacardığım qədər təbliğ edirəm. Hətta şərait yaradılıb, xaricə də göndərilməli bu əsərlər ki, görünsün, söhbət fırçadan getmir. Bu xanımın bu iş dünyasındakı vətənpərvərlik ruhundan gedir. Milli ruhuna min almış mənim gözəl qızım, qoçaq qızım, qəhrəman qızım. O qədər fəxr edirəm belə xanımlara. İnanın, o qədər adam müraciət edir ki, mənim rəsm işıqlandır, mənim şeyimi səsləndir, mən də gedib səninlə belə. Baxıram ki, onlar şan şöhrət dalından qaçmaq istəyənlərdir və mən o adamlardan qaçıb uzaqlaşıram. Hansında ki, bir milli qürur görürəm, vətənə xidmət etməyə hazır olanlar görürəm. Bax, belə xidmət görəndə mən özüm bu insanların alınlarından, üzündən, köründən, ayaqlarından öpmək istəyirəm ki, nə yaxşı ki, xalqı düşünən bizim belə qızlarımıza təmənnasız Kəlağayı muzeyinə verib çəkdiyi rəsimləri. Heç məndən bir qəbir pul götürməyib. Yəni, bu
pulun hamısı dəyər veriləsidir. Hamısı saxlasın bu rəsm əsərlərini. Ancaq bugün, nə bilim, belə hər sərgidə baxırsan, tamaşa edirlər, gedirlər, tamaşa edirlər, gedirlər. Bunun satışına şərait yaratmaq lazımdır, Sərvər müəllim. Heç olmasa Qədir Rəhmətli Paşayev o qədər gözəl təbliğ edirdi ki, yəni mən onu edə bilmirəm, mən çevirəm, o çevirədə ki. O deyirdi ki, dəvət edirdi, heç olmasa bu rəssamın o rəsmi alınmalıdır və o rəsmlər alınırdı. Ona görə də mən bu imişinin ziyalarından, ağsaqqalarından bunu çox xahiş edirəm ki, bu xanımın zəhmətinə biz qiymət verir. Gözəl bir müəllim. Buyurun. Ben Güllü Xanımı tanımamışdan əvvəl, yəni mən rəssamlığa başlayanda Azərbaycanın milliliyini, tarixini hər zaman tarixdə saxlamağa çalışmışam rəsm əsərlərini. İlk dəfə demək olar ki, 2014-də başlamışam, 2015-də ilk rəsm əsərlərindən olub, Kəlağayı ilə burada gördüyünüz bu Qarabağ xalçası, Tarkaman və Kəlağayı ilk əsərlərimdəndir. Güllü xanımla biz Rastropolislər adına, qardaşları adına musiqi məktəbində Zəfər sərgisində mənim əsərlərim Fəxriyə Xələfovanın milli geyimləri sərgilənirdi. Orada mən öz portretimi Kəlağayıda işləmişdim, uşaqlıq portretimi. İlk dəfə bizim tanışlığımız orada oldu. İlk dəfə Güllü xanımı orada tanıdım və bizi bir-birimizə bağlayan Kəlağayı oldu. Ondan sonra artıq mən silsilə əsərləri, yəni Kəlağayı haqqında çox kompozisiyalar elədim, sonra portretlər, Mirvari Dilbazi, Behriban xanım, Əliyevhanın portretini Kəlağayıda təsvir elədim. Bugün əsərlərindən Aşıq Ələsgərdir, Kəlağaylı xanımlar. Çərşənbə günündə əsərimi Güllü xanım Kəlağayı muzeyindədir və çox əsərlər milliliyimizə, Azərbaycanın tarifinə və hər zaman mən öz övladlarıma da, şagirdlərimə də hər zaman deyirəm ki, tarifini bilməyən bir insan necə deyirlər, öz hüquqlarını bilər. Yəni, nə söz ehtiyatı olmaz, həmişə onlara tövsiyəm olur ki, çox kitab oxusunlar, tariximizi öyrənsinlər. Bugün Elşən müəllimə çox təşəkkür edirəm. Artıq bir ildən biraz artıqdır ki, mən bu kursa gəlmişəm. İlk gəlişimdə fikirləşirdim, görən necə olacaq, nətər olacaq. Amma həqiqətən Elşən müəllim, onun xanımı, Zinhar xanım mənə o qədər doğma oldular ki, mənə o qədər dəstək oldular ki, yəni onlarla çıxdığım bu yol çox uğurlu oldu, çox şükür olsun Allah'a. İnşallah daha gözəl işlərimizlə Kəlağayını da, rəsm əsərlərimizi və tariximizi təbliğ edən bir tədbirlər edəcək. Mən burada təkcə Kəlağayını yox, yəni tariximiz haqqında çox işlər görmüşəm. Yəni burada gördüyünüz əsərlərin çoxusu şəhid ailələrinə 25-ə yaxın şəhid portretlərini işləmişəm. Onların ailələrinə hədiyyə eləmişəm və şəhidlərimiz üçün 2 dənə sərgi eləmişəm. Sumqayıt Poeziya evində və Gəncliyə Yardım Fondunda çox sağ olsunlar. Gəncliyə Yardım Fondunda çox yaxşı dəstək oldu. Və çox da insan var idi. Çox sağ olun Güllü xanım. Mən bu yolda, bu uğurlu yolu sizinlə addımlamışam. Təşəkkür ederim. Çox sağ olun Gülnarə müəllim. Mən Gülnarəni niyə sevirəm? Gülnarə deyir ki, Allahdan ömür istəyirəm ona görə ki, bütün şəhidlərimizin portretlərini çəkəmək. Yəni bu bir Azərbaycan qadının diləyinə bir bax. Nə var istəmir, nə dövlət istəmir, nə pul istəmir. Allahdan ömür istəyir ki, bütün şəhid analarının könlünü alsın, onların rəsm əsərlərini öz fırçası ilə əbədiləşdirsin. Təşəkkür edirəm, sizə də uğurlar arzulayıram. Bu yolda çox keşməkeşli yollarınız olur. Bugünkü mən deyərdim ki, siz artıq bu ağ yoldasınız
və bu ağ yolu gələnə qədər nə çətinliklərdən keçibsiniz, mən onun şahidi olmuşam. Zəhmətsiz bir iş heç nədə onun dadı yoxdur. Bugün sizin bax bu sərginizin, sizin bugün möhtəşəmliyinizin çox gözəl bir dadı var. O dadın içində zəhmət var. Zəhmətinizin bəhrəsini dərsin və sizə uğurlar arzulayıram. Çox sağ olun. Və deyir ki, belə bir misal var, zəhmətə həmişə dəyər vermək lazımdır. Bu arada onu da qeyd edeyim ki, Elşən müəllim doğrudan çox fədakarlıq göstərir. Bizim milli baş örtükləri və geyimləri layihəsi çərçivəsində hansı rayonda Elşən müəllim gəlmişdi? Salyan? Saatlı rayonuna. Deməli, buradan öz təhsil alan musiqi məktəbində həmin o şagirdlərlə, Gülnari xanımla, Zilhan xanımla gəlirlər, orada o qədər gözəl iştirak edirlər. Yəni bir rayondan başqa rayona getmək o qədər də bir asan iş deyil. O ürəyinizin təfərrüz üçün var olun vətən oğlu. Sizə də çox minnətdaram, onu unutmuşdum, elə yadıma düşdü, deyirəm. Bugün burada operatora təşəkkürümü bildirirəm, bugün əziyyətini çəkirsiniz, çox sağ olun. Bizim musiqiçilərimizə, hər birinizə bir minnətdaram ki, bu yolda bizimlə bərabərsiniz. Elə bəlkə darım olmuş üçün indi musiqiyə söz verək. Musiqiçilərimiz burada Tural müəllim, təşəkkür edirəm. Evgün müəllim, İbrahimov, Anar Xudiyev, Tavar Əzizli, Tunar Məmmədli. Mən hamısını bir arada çəkirəm, indi proqramı özünüz davam elətdirərsiniz. Müğənnilər, Toylar Kralının 3-cü Toylar Kralının qalibi, milli musiqimizin təbliğatçısı Qurban müəllim. Qurban Azam. Təşəkkür edirəm, çox sağ olun. Bugün bax bu milli dəyərlərimizə dəyər verib gəlmişsiniz və bu dəyər sizin özünüzdədir ki, bu dəyər verməyə bacarırsınız. İndi sizdən bir gözəl musiqi gəlsin, ondan sonra yenə tədbimizə davam edək. Neçəli gözəl bayramlar çıxası inşallah. Allah əmr etsin hər bizə. Amin. Güzel alma gelin, benim
sağ olun. İndi isə mən sözü Murad müəllimə vermək istəyirəm. Tural müəllim. Qrupun rəhbəri mənim sağ Deməli, mən indi sözü vermək istəyirəm. Milli Məclisin mətbuat əməkdaşı Tural bəy. Buyurun, siz eşidərək xoş gəlmişsiniz. Teşekkür ederim. Əvvəla hər vaxtınız xeyir olsun. Gələn qonaqların hər birini salamlayıram, hər birinə gözəl günlər arzulayıram. Gül xanım, sizə, Eyşə mənim, sizə öz təşəkkürümü bildirirəm. Bu gözəl milli mənəvi dəyərlərimizi qoruyub saxladığımız üçün. Həyatda, yəni, dəyəri bilinməyən bir şeyi eləmək, o insan üçün ən böyük, necə deyim, aşağıda olar. Amma dəyərlərimizi qoruyub saxlamaq bizim Azərbaycanlılığımızı sübut edən bir yoldur, bir həyat tərzidir. Milli mənəvi dəyərlərimizin ən başlıca tərəfi də ondan ibarətdir ki, Azərbaycanlılığımızı həyatı axar ilə davam elətdirən belə bir insanlarımız var və hər birimizə bu gözəl gündə, bu gözəl bayramda, bu gözəl tədbirdə gözəl günlər arzulayıram. Bundan sonra da arzulayıram ki, sizin gözəl bu tədbirləriniz davamlı olsun. Azərbaycanın sayılıb seçilən belə tədbirləri hər zaman var olduqca bu millət, bu dövlət heç bir zaman yerə gəlməyəcək. Bu dövlətin belə günləri var olduqca hər bir vaxt dövlətin sizin kimi insanlara olduqca dövlətimiz, millətimiz var olacaq. Sizə, hər birinizə gəldiyiniz üçün, bu məclisdə iştirak edək üçün özlərini təşəkkürümü bildirəm və mən də bu məclisdə qonaq ismini dəvət edək üçün hər birinizə səmimi qəlbdən minnətdarlıq bildirəm. Təşəkkür edirəm. Çox sağ olun. Tural müəllim. Deməli, bu mövzu tək Azərbaycan qadınlarına aid deyil və Azərbaycan kişiləri bu yolda bizimlə bərabər addımlamalıdır. Qazaxda mən tədbir keçirəndə orada icradan zəng edirlər ki, Barat müəllim, əməkdar incəsənət xadimi, gözəl şairimiz, sən də gəl bu tədbirə. Bu da deyir, Kəlamayı tədbiridir, yığılın qadınlar, mən neyim, gəlim orada. Deyirlər, yox, mütləq gəlməlisən. Yəqin şairdir də düşünüb. Mən də bu arada zəng elədim, deyim, Barat müəllim, bu meydanda məni tək qoymaq olmaz. Bu tək mənim işim deyil, bu həm də kişilərin işidir. Ona görə ki, bu Kəlavayını, bax, sizi kimi Azərbaycan kişilərinin nənəsi, anası, ömürgün yoldaşı, qız gəlinləri istifadə edir. Ona görə deyil, bu ümumi mövzudur. Və bir də gördüm, bir gözəl şeirlə gəlib, yazır ki, vətən torpağının bir hissəsi tək. Onu unutmayam, gərək mən anam. Mənim gözlərimdə uşaq vaxtları, anam Kəlavaydı, Kəlavay anam. Xalqımın müqəddəs adəti çoxdur, ondan dərs alsın hər dua gərək. Qızlar tanıyıram, maşallah olsun. Cehiz tanımırlar, Kəlavay tək. Kəlavay deyildir adi bir örtü. Oxumaq istəsək himn olacaqdır, qızlar. Başınıza Kəlavay örtü. Nə arzu desəniz hasil olacaq, nə yuxu görsəniz çin olacaqdır. Dediklərimiz burada qalmasın. Həyata keçirək, analar, bacılar, gözəl balalar, əziz qardaşlarım. Siz də təbliğ edin. Vallahi, sizə qurban olma, musiqinin səsi mənlə bərabər gedir, mən bir tər oluram. Deməli, bu toylarımız mədəniyyətimizin bir qoludur. Elə də yas yerlərimiz. Oradan baxırsınız ki, gəlin içəri girəndə hamı başına şansın, utandığından. Elə geyinib çıxırlar ki, bircə dik baxan gəlindir. Elə bir, bu belə də geyinməlidir, bu belə də olmalıdır. Ona görə də toy bu milliliyimizin özüdür. Nə deməkdir ki, el adətidir, adət-ənənəmizdir. Biz bunu qorumalıyıq. Zalım oğlu bəy, qışda qış, yayda yay. Bir ağ köynək geyinir mi? Geyinir. Qalstuku da buradan bağlayır mı? Bağlayır. Hələ bir jilet də geyinir. Üstə də bir kostyum. Gəlin də yayda yay, qışda qış, yanında yarı çılpaq. Yaraşmır bizim millətə. Ona görə də bu milli dəyərlərimizi təbliğ, bəzən gənclər mənlə razılaşmır. Mənə yerdə qalmış kimi baxırlar. Mən özüm heç kənd yerində böyüməmişəm. Ancaq kəndlə nəfəs alıram. Qeyri-millət içində Gürcüstanda milli dəyərlərimizi dilimdə bir rus kəlməsi eşidə bilməzsiniz. Özümə nifrət edərəm. Ay Azərbaycan kişiləri, gəlin gətirəndə, qızınız gəlin köçəndə, gəlin oradan başlayan.
Yol verməyin. Nə sizə lazım Avropa neyini? Avropanın o qədər yüksək nəylərisi var, biz onları götürək. Onların adətləri bizə lazımdır. Bax, bu Kəlağayımızın içində bizim o təbliğatımız da var. İstəyirik ki, Azərbaycan xanımları bizim əsl Azərbaycan qızları kimi gəlin körsünlər. Mirvarid Dilbazinin evimizə gəlin, sığalayıb telin gəlin. Kimdir teli sığalayan? Parifmaq evlərdə yüksək məbləğdə saçlarını ilə düzəldirlər ki, çəri gələndə tanımırsan ki, bu qızı nə gələn olur. Allah gənclərimizi xoşbəxt eləsin. Bu arada sözünü 8 nömrəli məktəbin direktoru Rəna xanıma verirəm. Buyursun Rəna xanım. Xoş gəlmişsiniz Rəna xanım. Hamını salamlayıram. Doğrudan da bu təzadlık. Buna görə də bugün sizə xoş gəlmişsiniz deyirəm. Eşənlərlə bir diferensiyal kursuna xoş gəlmişsiniz. Ben bütün burada əziyyət olanların hamısına çox sağ olun, minnətdarlığımı bildirirəm. Bu xanıma da Gülnara xanımdır. Bunun keçən dəfə də burada iştirak elədim. Mən demək olar ki, oradan da həsəd aparmalı bir bunun əl işləri var. Qorusun sizi. Necə deyim, hər bir sahədə özünü büruzə verir, özünü göstərir. Bu xanımın da doğrudan da iç dünyasına başvuranda görürsən ki, bu dəryadır, bu tükənməz bir dəryadır. Mən inandırım sizi ki, bayaqdan baxıram şəkillərə, heç birindən doymaq olmur. Fikirləşirsən ki, bu insan əməyidir, insan zəhmətidir, bu beynin məhsuludur. Hər sahədə beyin xərcləyirsən, düzdür, təhsildə də, elmdə də, övladlarımıza təhsil verməkdə də. Amma o sahə bir başqa sahədir. Bu sahələr tamamilə insanı heyrətləndirici sahədir. Eləcə də bizim Azərbaycan xanımlarının bu əl işləri, bu Kəlağay doğrudan da bizə deyim, əsrlərlə gəlib bizim bu vaxta qədər çıxıb, hal-hazırda biz görün neçənci əsrdə yaşayırıq. Bu əsrlərlə bu Kəlağayımızı qoruyuq, analarımız gətiribsə, o gözəl demək olar ki, təbliğatçısı elə siz xanımlardır. Biz sizə təşəkkür edirik. Minnətdarlığımızı bildiririk ki, bizim bu Kəlağayımızı gətirib demək olar ki, Azərbaycanın bütün bölgələrdə, necə də Azərbaycandan kənarda olan bütün bölgələrdə bunu təbliğ edirik. Mən də sizin bu sözünüzə şərikəm. Biz də hər birdə Azərbaycan qızlarına təsir veririk. Onların gələcəkdə ən azından ana oğlanlarını hamı arzuluyur, bir mədəniyyətdir, bir təlim-tərbiyədir. Biz heç vaxt bu mentalitetimizi deyərik ki, unutmamalıyız. Yəni, bu bizim Azərbaycanlı qayda qanunumuzdur ki, xanımlara baş örtüyü yaraşır, xanımlara doğrudan da nə gözəldir, hansına baxanda çox belə necə deyim, qürurlanıram ki, bunlar Azərbaycan xanımları, Kəlağay bunlara yaraşır, bunlar da Kəlağaya yaraşır. Xoş gəlmişsiniz, hamınızı deyirəm, bugünkü tədbirimiz doğrudan da çox maraqlıdır, mənalıdır. Eşən müəllimə də minnətdarlığımı bildirirəm. Burada görmədi ki, müəllim yoldaşım Murad müəllimi də yenə də bu işdə hamınıza minnətdarlığımı bildirirəm. Var olasınız. Sağ olun, bir daha təşəkkür ederim. Rəna xanım, deməli 2024-cü ildə söylədiyim kimi Kəlağayımız beynəlxalq səviyyədə tanınıbdır. 2014-cü ildə. 2024-cü ildə onun münasibəti ilə Elm və Təhsil Nazirinə müraciət etdi ki, milli dəyərlərimizdən olan Kəlağayımızın təbliğinə universitetlərdə, ali təhsil ocaqlarında, ümumi təhsil məktəblərində icazə versinlər və mənə Elm və Təhsil Naziri icazə verdi. Siz inanırsınız, mən indi bacardığım qədər, mən də bir nəfərəm, nə qədər çatdırmalıdır. 5 gün Naxçıvanda qaldım, Naxçıvan Dövlət Universitetində, Naxçıvan Qızlar Liseyində, ümumi təhsil məktəblərində, 5 bölgədə, Ordubadda, Kırnada, Culfada belə tədbirlər keçirdik. İnanırsınız, o qədəri gözəl hazırlaşmışlar ki, sadəcə bu xalqı təmin etmək lazım. Yəni ki, onsuz da sandıqlarda saxlanır, onsuz da bilir. Həm də biz elə məqamda bu təbliğata başlamışıq ki, biz bunu təbliğ etməsək, artıq bunu itiririk. Çünki biz nənələrimizdə görmüşük, bizdə nə görməyəndə artıq bu dəyərlər itib gedir. Ona görə də sizə də belə bunların hamısı sandıqdan bizim muzeyə verilən Kəlağaylardır, özümüzdəki alırıq və bu görürsünüz bunun nə qədər şeirlər yazılıbdır, 300-ə qədər şeirlər yazılıb Kəlağay haqqında, kitablar
proyeksiyaya gəlir, araşdırmalar və bu Kəlağayının istehsalı kişilərin çiynindədirsə, istifadəsi də biz qadınların çiynindədir. Ona görə də müəllimlərin də, məktəblərin də üzərində çox böyük məsuliyyət düşür ki, qızlarımız vətənpərvər, ondan sonra milli ruhda böyünməsi üçün mən inanıram sizlərinizə gələn edəcəksiniz. Təşəkkür edirəm və Kəlağay Bayramı kitabını mən sizə hədiyyə verirəm, məktəbdə təbrik edərsiniz. Deməli, məqsədimiz nədir? Kəlağay Bayramını beynəlxalq səviyyədə Azərbaycanlılar harda var keçirilsin. Niyə keçirilir? 8 Martın heç bir aidiyyatı da yoxdur. Kişilər varından, yoxundan keçirlər ki, qadına hədiyyə alınmalıdır. Anaların bayramıdır, nənələrin, qız gəlinlərin bayramıdır. Elə Kəlağay bayramında bir Kəlağay alın. Kəlağayın ustası Müşfiq Baba rəhmətlik deyir ki, o xarı bülbüllü Kəlağayı istehsal edən. Deyir, hər bir Azərbaycan xanımının bir Kəlağayısı olsa və onu istifadə etsə, vallah bu Azərbaycan cənnətə dönər və biz onu gözləyirik. Gəlsin Qarabağ mahnısı. Sevgilimiz neyle çıkar, burada gel.
oynamaq istəyən oynasın, danışmaq istəyən danışsın, çünki bayramımızdır. İndi isə İmişli rayon Mərkəzi Kitabxanasının müdiri Hürü Şirinova buyursun. Gülnarə bacımızı da salamlayıram. Demək, biz mədəniyyət işçiləri. Təxminən necə idi? 2019-cu ildə bölgələrdən bölgələrə yaradıcılıq festivalında iştirak etmişik. Gülnarə xanımla Respublikamızın bir çox rayonlarında və paytaxtda iştirak etmişik. Sərvər müəllim, eləcə də digər mədəniyyət işçiləri. Gülnarə xanım deyir ki, yoldaşı tanıyırsan, yol yoldaşı olmamışam da, yəni kimsə tanıyanda. Gülnarə xanımla yolçuluq oldu bizim və mən onun insani keyfiyyətlərini, həm onun yaradıcılıq qabiliyyətini çox gözəl tanıdım və bu xanımla mən fəxr edirəm. Gülnarə xanım Azərbaycan qadınının, abırlı həyalı bir qadının simvoludur mənim aləmimdə. Çox sağ ol Gülnarə xanım, mən çox sevinirəm ki, sizin çalışdığınız bir məkanda belə bir tədbirlər olur. Ümumiyyətlə, biz sərgilərə də gəlirik bundan əlavə, tədbirdən əlavə və o sevindirici halda. Qaldı ki, Kəlağayda da demək, Azərbaycanın ta qədim dövründən Kəlağayı sadəcə mənim üçün, elə başa düşürəm, bütün qadınlar mənimlə fikrimlə razılaşar, Kəlağayı sadəcə parça deyil. Kəlağayı bir abır, həya, Azərbaycan qadınına yaraşan bir örpəkdir. Xarici qadınlar elə bilir ki, mürsə yaraşmaz. Ancaq Kəlağayı Azərbaycan qadınına yaraşar. Qonağımıza da xoş gəlmişsiniz deyirəm. Çox xoş oldu sizi burada gəlib görmək və məni də dəvət etdiyinizə görə sizə təşəkkür edirəm. Sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Deməli, İsmayılda bayram keçiriləndə mən o qədər orada davamlı olaraq, orada emalatxanalar olduğuna görə Kəlağayı istihsalı, oraya gedib gəldiyimə görə sağ olsun Baskal qəsəbəsində məni Baskalın fəxri vətəndaşı elan etdilər və təqdim etdilər. İnanıram ki, İmişli rayon icra hakimiyyəti nəzərə alar məni, elə mən də İmişli fəxri vətəndaşı olaraq mənim üçün çox böyük fərq olur. Birdən oradan almışsınız da fəxri vətəndaş. Baskal. Bura İmişlidir. Vermək istəmirsiniz, deyim, vermək istəmirsiniz. Ancaq mən özüm elan ediləcəm İsmail'in İmişli fəxri vətəndaşı. Çoxdan İmişli fəxri vətəndaşı. Və gördünüz. Sizə qana ixtiyar verdim. Mən hara gedirəm, elə özümü o bölgənin vətəndaşı, o bölgənin qızı hesab edirəm. Çox gözəl bir tədbirdir. Tədbirimiz davam edir. Müğənni Natiq İmanov. Buyursun.
Teşekkür ederim, çok sağ olun, çok güzel. Bəli. Bir olan Allah sizi qorusun, siz qaldığınız dərəcədə, bugünkü o vaxtda insanların qarşı qarabatdır, bir Allah sizi xoşbəxt etsin. Mən icazə buyurmuş. Teşekkür ederim, çok sağ olun. Şeref verdiniz, minnettarım, sağ olun. Allah sizden razı olsun. Çok sağ olun, minnettarım. Deməli Hüseyin ağa, bir-iki dəqiqə xahiş edirəm, belə oradan bunu deməyin, ondan sonra gidersiniz. Deməli biz telefonları çox xahiş edirəm, səssiz alın, tədbir başlayanda həmişə nəzərə alın. Hər tədbirdə Şəhəri Nərman Həsənzadənin Anam Kəlağaylı bir muğam idi. Muğam da doğmaca bir anam idi. Nərman Həsənzadənin misrasıdır və onun misrasından bu kitaba ad verdik. Gülnarə xanımın da rəsmidir və Gülnarə xanıma ona görə böyük təşəkkür düşür ki, xalq şairinin çox gözəl bir rəsmini bu misraya uyğun bir tablo yarattı və Nərman Həsənzadəyə təqdim etdi və Nərman Həsənzadə çox heyran qaldı ki, bu balaca qız Nərman Həsənzadənin anasının Kəlağaylı bir şəklini Nabat xalanın çörəyi, təndir, kənd həyəli yaradıqdır. Və evinə getdik Nərman müəllimin, hətta oradan icra hakimiyyətinə zəng elədi ki, sizin belə gözəl qızınız var, ona bir gözəl şərait yaradım. Mən buna heyran qalım. Söhbət rəsmdən gedir, xanımın düşüncəsindən gedir ki, hər mövzuya toxuna bilir. Bugün xalq şairimizin səhhətində problem var. Gücümüz duaya çatır. Mənim özüm hardasa 60'a çatıram, bir addım qalıb. Heç indiyə qədər nə adı günümü sevməmişəm, nə də qeyd etməmişəm. Heç nə ailəmdə, nə mətbuatda, nə saraylarda keçirməmişəm, nəsə sevmirəm. Elə dünyaya gəldiyim o qədər şadlıyam, o qədər əziyyət çəkmişəm ki, elə adı gündən də uzaram. Ancaq bu il qismətlər olan kimi bir də gördüm, Nərman müəllim zəng edir ki, sənə təbrikim var. Mən dedim, Nərman müəllim, yox, qəti düşünmüyor, nə təbrik, nə hədiyyə? Dedi, yox, elə hədiyyədir qəbul edəcəksən. Və mənim adımda bir şeir yazdı. Kəlağaylı Bayramı kitabında da bu şeiri verdim. Yazır ki, istiqanlı bir xanımdır. Mənim gözəl, güllü qızım. Bağçası bülbüllü qızım. Güllü, el-oba qızıdır. Qoru sən bu körlü qızım. Bir sözü var. Genatvali. Mən Gürcistanda böyümüşəm. Genatvali əzizim deməkdir. Bir söz var Genatvali. Sənli qızım, mənli qızım. O qəlbə dəyməyin sınar. Yaşa, aylı, güllü qızım. Kəlağayı təbliğini, yaydı sənin hörmətini. Bunda gördüm öz yurduna sən də şanlı xidmətini. Bəs Dilbazi cəmiyyəti bu təkcə təbliğat deyil. Kürsülərdən deyilənlər. Nə idi o sözün siqləti? Bu da ki sənə yad deyil. Xeyir çıxsın qabağına. Ay xeyir xayyörlü qızım. Yaşa mənim güllü qızım. Təşəkkür edirəm. Və bu arada Hüseyin ağa, bu kitabın birini mən vermək istəyirəm Tural müəllimə, birini də sizə. Əlbəttə ki, qəbul etsəniz. Güllü xanım, birinciyi Allah o işə şəfa versin, təsəlli. İkinci də sən özün başına ayağa şeirsən, sən şeir yazmaq lazımdır. Olsun da sən baxın, yazmağa baxın. Çox sağ olun, təşəkkür ederim. Biz bu arada deməli, diferensial təhsil dərris mərkəzinə gələndə o qədər doğma məni qarşılayanlar olur ki, mən doğrudan da doğmalaşıram. İndi Sərvər müəllim deyir ki, Paskalın vətəndaşı olursan, burada artıq ala bilməzsən. Senzura da Allah qismət eləsin, keçəlim. 2026-cıda inşallah. İnşallah keçəlim, elə mənə bu lazım, bir də onu istəyirdim. Artıq vətəndaşım. Deməli, Rəna xanıma söz vermək istəyirəm mən bu arada. Elə hər dəfə gələndə Rəna xanım burada görürəm. Buyurun Rəna xanım. Evdə olar onsuz olun. Salamlayıram hər birinizi. Finansal təhsil mərkəzi adından sizə xoş gəlmişəm deyirəm. Bugün bizim üçün bu bir bayramdır. Əlbəttə, Kəlağaylı bayramıdır. Güllü xanımın bura gəlməyi, qonaqların bura gəlməyi bizim üçün həmişə bayram əhval-ruhiyyəsi yaradır. Və
Mən arzu edirəm ki, hər bir evdə belə kəlağaylar təbliğ edilsin. Hamının evində kəlağaya böyük hörmət olunsun. Çünki kəlağay millətimizin, belə deyək ki, baş örtüyü, millətimizin qeyrət simvoludur. Ona görə də mən hər birinizdən xahiş edirəm, hamının evində kəlağayı qorunsun, saxlansın, gələcək nəsil çatdırılsın. Hər birinizə təşəkkür edirəm. Təhsil mərkəzi adından hər birinizə xoş gəlmişsən deyirəm və həmişə sizi öz mərkəzimizdə gözləyirik. Belə məclislərimizdə sizi gözləyirik. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Çox sağ olun Rəhmət xanım, təşəkkür edirəm. Bu arada bizim saz ifaçılarımız var. Elə gələndən mənim ruhumu tərpətdilər. Buyursunlar, nə gözəl sazımız yaşayır, təbliğ olunur. Elgün İbrahimov, solo saz ifaçısı. Buyurun.
Maşallah, ustadına bərəkallah deyirlər bir yerdə. Verək. Mən də gərək səndən gələn dərs alam, bir saz havasıdır mən öyrənəm. İndi anam, deyirlər, Tunar əzizdir. Sən inanma məni öyrədə biləsən. Mənim əzizlərim, bu gözəl balalara maşallah, balaca balaya da min kere maşallah, bu yaşda qəbul edirik, öyrənir, yəni ifa edir. Adın nədir oğlum? Tuğan, buraya girim yanına. Müəllimin adı nədir? Turan. Turan müəllim çağır bura, dəvət edin. Dəvət edin. Deməli, bir bura gəlin görün. Bu hər ifanın qarşısında, arxasında böyük bir zəhmət var. Biz uşağı görürük, ancaq arxa tərəfdəki səhnəni görmürük. Sizə təşəkkür edirəm. Çox sağ olun ki, İmişlidə, bura Qazaq deyil, nə də Borçalı deyil, bura İmişlidir. Təsəvvür edin ki, uşaqların belə saz ifaları çox möhtəşəmdir. Mənə elə gəlir ki, məndən inciməyin əziz İmişlilər. Əgər sizi kimi müəllimlər olmasa,
Bu saz burada belə inkişaf etməz. Ancaq Qazaxda hər evdə 5 saz var. Biri babasından qalıb, birini təzə düzəltilir, biri elə görüntü üçün göydən asılıbdır. Yəni hər evdə, bizim evdə 3 saz var. Ancaq İmişlidə, bu cənub bölgələrində bu sazın inkişaf etməyi sizi kimi müəllimlərinizdir. Tural müəllim, çox sağ olun, çox minnətdaram. Bu gözəl sizə də təşəkkür edirəm oğlum. Sazımızın yaşaması, milli dəyərlərimizin yaşamasıdır, kökümüzün haradan gəldiyini göstərir. Ona görə də çox sağ olun, var olun. Kəlağayımız sazımız qədər ucadır. Deməli, bir xaricə gedəndə qaçmalıyam. Xaricə gedəndə xanımınla gedib, evlisən. Misal üçün, gedir xanımınla, başda bir kəlağayı, qardaşı dərində də bir saz. Azərbaycan xalqının tarixini, mədəniyyətini bilən heç bunlar deməsinlər ki, mən Azərbaycanlıyım. Heç pasportlarına təqdim eləməsinlər, elə sazlarından biləcəklər, kəlağayından biləcək ki, bu Türk kişisidir, Azərbaycan kişisidir, xanımı da Azərbaycan xanımı. Bundan böyük nədir ki, bu bizim milli kimliyimizdir. Bizim milliliyimizi təsdiq edir. Bu sənəti gözəl yaşatdığınız üçün var olun. Gəldiniz o rayonda bizə dəstək olduğunuz üçün sağ olun. Və əlbəttə ki, bütün bunların müqaviləndə Elşən müəllimə təşəkkür borcumuz nə eşkidir, ilahis. Şahidlərini nə gözəl təqdim edir. Sən nə ifa edəcəm bə? Ola bilməz. Mütləq nəsə burada ya. Yox. Mütləq hazırlaş gözləyirəm. Ekspron. Bizim bir tunarımız da var. Maşallah olsun tunarlara, saz ifaçılarına. Gəl oğlum. Saz da yaraşır da bizim bu gözəl balalarımız. Bunları Bakıya getirin, o gözəl möhtəşəm saraylarda iştirak edəsinlər. Gülmara qalın. Niyə getirmişsiniz bu komandalı olanlara? İnşallah yaşamayalım. Gələrsiniz. İnşallah. Bunları Aşıqlar Birliyinə təqdim. Turanım. Bunları Aşıqlar Birliyinə təqdim edin, o özünü qəbul olsunlar da. Çok sağ olun, teşekkürler. Tural kardeş, sazı götür gel görün. Ne ifa edebilirsin? Gel görün bir müşahit edin.
istəmirdi ifa etməyə, ancaq ürəyindən imiş görürsünüz. Birini dedim ki, siz ifa edin. Hastadan müşahidə elə görüm sazı. Onu götür. Yoxdur, tam insanım. Sən mənim qəlbimi oxuya bilsən. Sən mənim qəlbimi oxuya bilsən. Görürsən istəyin öz yanındadır. Yeri, göyü, asmanı yaradan haqqın haqq məqamı düz yanındadır. Ömürlük mülkünə boyanan ışıq, nuruyla bəmbəyaz boyanan ışıq, Tanrıdan ruhuna boylanan ışıq, payız yanındadır, yaz yanındadır. Qorquddan yadigar zərnişan olan, eşki ürəyində kəhkəşan olan, güllüyə, Tanrıdan ərmağan olan ruhumun sınağı saz yanındadır. Yaşasın sazımız, sözümüz, kəlağayımız. Təşəkkür edirəm oğlum. Çox böyük zəhmət çəkdiniz, əziyyət çəkdiniz və bu şəhidlərin bir arada olmasında, belə fəaliyyət göstərməsində sizə uğurlar arzulayıram və sizi Bakıda gözləyirəm. İnşallah. Allah qismət eləsin. Mənim əzizlərim, ürəyimin kiminlə keçirsə deyə bilər. Bax, xanım çox belə ürəyindən xəbər verdi. Kəlağayısı da qəlbimdə 100%. Sandıqdan gəlib, mən kəlağayları tanıyıram. Özünüzü təqdim edin gözəl xanım, gözəl Azərbaycan xanımı, imişli gözəli. Bugün tədbirimizə qatılmışsınız. Heç dinlənməyi lazım. O nə tərtibi belə baxdım, yəni dinlənməsə də kəlağayı ilə artıq bu xanım sözünü deyir, ancaq eşitmək istəyirəm. Ona görə də xanımlar, xanım yerdə var. Yoxdursa da alın. İnanın, işiniz elə gözəl gedəcəkdir. Burada nənələrin ruhu var. Sizə duası olacaq hazır. Gəlin burada gözəl xanım. Bax, imişində bugün bu xanıma mən gözəl bir kitab verəcəm. Ona görə ki, kəlağayını sandıqdan çıxarıb gəl. Buyurun, siz təqdim edin. Milli qəhrəman İlham Əliyev hocam, Güllü xanım, çox sağ olun, belə təqdirlər, məclislər keçirdiyinizə təşəkkür edirəm. Belə bir Kəlağayı yaşadır. Çox gözəldir, Kəlağayının bəlkə də 50-dən artıq yaşadır. Allah cəmi ölətlərimizə rəhmət etsin. Mən Eşə müəllim deyəndə ki, böyle bir tərtib var. Yanıma çünki anamdan qalma sandıqda bir təzə Kəlağayı olmaq. Sandığı töküb bu sandığı çəkəyə də bax fikir görür, sandıq qoxusu gəlir. Haqları tapmışam, Allah cəmilərinə rəhmət etsin. Yəni Kəlağayı bizim milli ruhumuz, mənliyimiz, necə deyim, dövlətlər, ölkələr arasında bir nəfərdir. Yolumuzdur ki, biz bəlkə İpək yolumuzu görən birisi bu Azərbaycan qismətimizdir, ləyaqətimizdir. Qızların ləyaqəti olan Kəlağaylar, qadınların ləyaqəti olan Kəlağaylar. Allah sizə də ömür versin, Elşən müəllimə də ömür versin, Güllarə xanımın da fırsasını daha da gözəl eləsin, gözəl əsərlər yarasın ki, təşəkkür edirəm ki, belə bir tədbirlər, Kəlağayı və saz. Siz də çox sağ olun ki, belə şahidləri yetişdirirsiniz, çox sağ olun, təşəkkür edirəm. Allah ruhunuza daha da qanat versin, yılanmışsın, çox sağ olun. Zümrüt xanım, laf gözəl Zümrüt xanım, siz çox istədim. Ona görə ki, zəhmət çəkirsiniz və bu Kəlağayını sandıqdan çıxarırsınız. Nənənin ruhu bilirsən nə qədər sevilir. Gör ananızın, görün biz sizin işiniz necə, hər işdə gözəl olacaqdır. Bunun sandıqda qorunduğu qədər də, bax, istifadəsi belə vacibdir. Həm tanıtımdır, həm təbliğatdır, həm də təqdimatdır. Eşim mənim, bu kitabı bizim bu gözəl xanımla siz təqdim edin, xahiş edirəm. Brilliant Ateşin keçmişdən sabaha yol Kəlağayı, Zümrüt xanım. Həyə paylananda bu mənim oldu. Mən onu, o mənim əvəzim oldu. Cehizlər içində cehizim oldu. Kəlağay gəlinlik yaşında mənim. Bir saz samasıdır. Səsim harayım. İstərəm səsimi ellərə yayım. Ağ bulut göylərdə ağ Kəlağayım. Yer vurur, yerləri başımda mənim. Mən ki Kəlağayı başıma saldım, ucalar yanında qalxdım, ucaldım, güldüyəm.
dərsini anamdan aldım. Ana torpağımda, daşımda mənim. Gördük Kəlağayı sevmək gözəl yaraşdı. Hələ bir gözəlliyə baxın. Hər iş başıma gəldi. Bax, beləcə mənim əzizlərim, Kəlağayı qədər ömrünüz olsun. Bu Kəlağayı sandığa bir də qaytarıb yerləşdirməyin. Hər gün istifadə edin, həmişə istifadə edin. Zinhar xanım, Günara xanım zəng eləsin desin ki, elə Zümrüd xanım həmin Kəlağayısı bütün gün istifadə edin. Olur var, sizə təşəkkür edirəm. Çox sağ olun. Ben de neyim, bunu baktım. Gözəl xanım, siz də xoş görün. İki kəlmə də sizdən eşidir. Ola bilməz bir iki kəlmə. Bugün nə biləcək, müəlliməsiniz? Müəllimə? Bizim mərkəzin müəllimi. Ola bilməz, siz danışa bilməz. Gəl yanıma görün mənim gözəl. Və bugün haqda təəssüratlarınız, gördükləriniz, bildikləriniz, məlumatınız var idi, gəlib daha da zənginləşdiniz. Bilmirdinizsə bildiniz, bilirdinizsə bildiyinizdən bizə nəsə deyin. Salamımız, əziz həmkarlar, şagirdlər, hamımızı Kəlağayı günü münasibətinə təbrik edirəm. Arzum budur ki, hamımıza uzun ömür, can sağlığı arzu edirəm. Arzum budur ki, o Kəlağayı naxışları kimi həyatımız rəngarəng, işıqlı və parlaq olsun. Mən sizə sonra bildirəcəm. İmkan vermədilər. Çox sağ olun, təşəkkür ederim hanım. Özgə iştirak eləmək istəyən varsa, sən belə deyildin, mən toyuna danışmaq istəyirdim. Mənə Gülü xanım imkan vermədilər. Görün, keçdi. Özgə iştirak eləmək istəyən var. Bir qız, orada gözəl qızlarımız var, gençlərimiz. Niyə utanırsınız, nə var ki? Sizin vaxtınızda mən səhnələrdə şeir deyirdim. Nə oldu? Biriniz gəlin görün. Cürət toplayın özünüzdə, nə utanmaq yerdi, qurban sənə. O vaxt gəlin. Elə mi keçən ilə səni də, elə burada Kəlağayı haqqında danışan, yoxsa başqa siz idiniz? Xoş gəlmişsən, mənim gözəl qızım, göyçək qızım. Necəsə, yaxşısan? Nə utanma, nə çəkinmə. Görün, bəlkə heç olmasa bugünkü təəssür. Kəlağayı günü münasibətilə hər kəsi təbrik edirəm. Hər kəsə uzun ömür, can sağlığı arzulayıram. Hələ bir şey Kəlağayıda görəcəksə sən. Görün, bu qızım Kəlağayıda görün, belə güzel. Görün, tanıyacaqsın. Kəlağayı daha gözəl yaradır. Bir belə çıxın. Hər kəsi təbrik edirəm. Çox sağ olun. Çox sağ olun mənim əzlərim. Yeşim mənim. Gülnara xanım. Murat müəllim. Təşəkkür edirəm hər bizə, əziz musiqiçilərimiz, operatorumuz, tədbirə iştirak edən hər kəs. Minnətdarlığımı bildirirəm. Mənim üçün çox xoş oldu. Sizin üçün necə oldu, necə təqdim etdik, onu da siz deyərsiniz. Və mənim məzizlərim, gözəl qızlarımız, Azərbaycan İşğalı Xalq Şairi Mirvarid Dilbazi, Azərbaycan nəməsi, Azərbaycan anası, milliliyimizin tərənnümüdür. Mən hərdən deyirəm müəllimə, Rəhli xanım, Azərbaycan xanımlarının gələcəyə mükəmməl yetişməsi üçün mütləq Mirvarid Dilbazi yaradıcılığını, Əzizə Cəfərzadə yaradıcılığını oxumalıdırlar və mütləq oxuyun mənim balalarım. Və görün Azərbaycan xanımı nələrdən keçir, hansı çətinliklərdən keçir və nələrə nail olubdur. Bugün özü yoxdur. Yazır ki, bugün özümlə danışanların nəsli sabah şəkillə danışacaqlar. Siz həmin nəsilsiniz. Və mən arzu edərdim ki, hamınızın talihiniz gözəl olsun. Gəlin köçəndə, bax bu ağ Kəlağaylardan istifadə edin. Vallahi bəxtiniz elə gözəl olacaqdır ki, və Mirvarid Dilbazinin evimizə gəlin məhnəsi ilə ev evinə köçəsiniz. Gəlsin mahnı evimizə gəlin. Unutmayın bu mahnını. Bu mahnı özü bir sınaqdır, özü bir uğurdur. Onunla biz xoşbəxt olurdu. Elə mən özüm o